Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil li veliyyekel fərəc. Məkasib kitabından 399-cu dərsi oxuyuruq. Bildiyiniz kimi, bəhsimiz Ğəşşidədir və bu yönümdə bəhs edirdik ki, əgər bir alverdə qəş olsa, burada alver batildir, yoxsa səhihdir. İxtilaf burada idi və məsələmiz bu yerdə idi ki, bayi, yəni satıcı buyurur ki, haza, be'tu haza, burada bir ünvan var, bir işarə var. Əgər desək ki, be'tu haza, bu be'tu mütəlləqdirsə işarəyə, onda bu alver səhihdir. Əgər mütəlləq olsa ünvana, orada batildir. Niyə işarəyə mütəlləq olanda səhih olur? Çünki bayi deyir ki, mən bunu satdım, indi orada istəyir o mal məxşuş olsun, istəyir qeyri-məxşuş olsun. Yəni, istəyir orada qəş olsun, ya olmasın. Misalımız südlə su idi. Bayi deyir, mən bunu satdım. Bunu deyəndə bu işarədir, o eynə. Amma bir dəfə də budur ki, mənvən eləyə, ünvanla mən bunu satdım. Ünvanımız nədir? Süd. Ünvanımız su deyil, süddir və bu surətdə ma qusidə ləm yəqə, ma vəqə ləm yüqsəd. Qəsdə süddir, amma xaricdə mövcud olan su ilə süddir. Bəs bu cəhətdə biz burada qalmışıq, tərəddüddəyik, bilmirik bunların hansıdır. Mərhum Şeyx Murtəza Ənsari də buyurur, burada ünvanla işarə taarruz eləyir və tərəddüddədir üləma. Ona görə də alimlər burada iki vəc deyirlər. Bir vəclə səhihdir, bir vəclə batildir. Və əmmə tərəddüd fi məsələ təarruzul işarə vəl-ünvan. Amma bu məsələdə tərəddüd buna görədir ki, işarə ilə ünvan burada taarruz eləyir. İşarə hansı idi, ünvan hansı idi? Qeyd elədik. Fəhuvə min cəhəti iştibahi ma huvəl məqsud bizzat bihəsəbi dəlaləti ləfsiyyə. Bu cəhətdən ki, burada iştibahdır ki, burada bilmirik ki, məqsud bizzat bu ləfsin dəlalətinin hesabı ilə hansıdır? Məqsud bizzat, yəni zatən məqsəd əgər burada işarədirsə, alver səhihdir. Əgər məqsəd bizzatdan ünvandırsa, onda bu alver batildir. Fəhuvə min cəhəti iştibahi ma huvəl məqsud bizzat bihəsəbi dəlaləti ləfsiyyə. Bu be'tu deyir, haraya mütəlləq eləyir? İşarə, yəni müşarun iləyhə bu vücuda, yoxsa o ünvanı ki, qəsdidə var süd, ona hansıdır? Bilmirik. Fəinnəhə muraddədətun beynə kovnu mütəəlləqul qəsd əvvələn və bizzat hiyəl eynul hazirə. Çünki burada mürəddəddir. Bilmirik ki, burada bizzat, qəsdən, məqsəd bu əqd, yəni məqsəd bu əqdən hiyəl eynul hazirə, yəni o qabaqdakı eyndir, yoxsa o ünvandır.
Əgər desək qabaqdakı bu eyndir, hələ qabaqdakı eyn istəyir süd ola, süd xalis ola, istəyir süd su ilə qarışa, fərqi yoxdur. Satıcı deyir ki, bunu satıram. Amma o ünvan ola, ünvan nə idi müştərinin qəsdində? Süd, xalis süd. Onda alver batildir. Fəyəkunu ittisafuhu bil ünvan məbniyyən ələl etiqad. Onda bu əqdin o ünvana bağlı olmaqlığı bağlı olar etiqada. Və kovnu mutəəlləquhu huvəl ünvan vəl işarə iləyhi bi etibari huzurihi. Onda deyər ki, əqd mütəəlləqdir o ünvana, amma işarə də bu etibarındandır ki, çünki hazırdadır, qabaqdadır, ona görə də bayi deyir ki, bunu satdım. Məqsəd ünvandır. Əgər belə olsa, onda bəli, alver batildir. Yox, əgər məqsəd elə bunu satmaqdırsa, desə ki, bu eyni satıram, hala bu eynin içində xalis süddür, yoxsa su ilə süd qarışıqdır, onda fərqi yoxdur. Onda deyirik, alver səhihdir. Çünki bu ehtimallar var, bu iştibahlar var. Ona görə də üləma yekdil bir fikir deyə bilmirlər. Onun üçün deyirlər, bir cəhətdən ehtimal var, batildir və digər cəhətdən səhihdir. Amma əla təqdiril elm bima huvə məqsud bizzat. Amma fərz eləyək ki, elmimiz var. Zatən məqsəd nədir burada? İşarədir ya ünvandır. Əgər bunu biz bilsək, elm olsa, onda görsək ki, o xaricdə olan vücud, yəni o satılan mal, o ünvanla müxalifdir, müğayirdir, onda alver olar batil. Burada heç kim şək eləməz. İndi fərz elə, müştəri deyib ki, bayiyə, satıcıya, sən mənə xalis süd ver və satıcı da deyir ki, mən sənə xalis süd satıram. Əgər satıcı deyirsə, mən sənə xalis süd satıram, indi baxırıq o xaricdə olan mövcud olana, yəni o südlə, görür ki, bu südlə su qarışıqdır. Burada batildir. Niyə? Çünki müştəri xalis süd istəyib, sən də deyirsən, mən xalis süd satıram. Amma baxırıq, bu vedrənin, bu qabın içindəki olan maye görürük, bu xalis süd deyil. Bu su ilə qarışıqdır. Burada heç bir alim şəkk eləmir. Hamı deyir ki, batildir. Və əmmə alə təqdiril elm bima huvəl qəsd bizzat və müğayirətuhu lil mövcudil xarici və sonra da görürük ki, o xaricdə olan o maye, o qəsdidə olanla müğayirdir, ayrıdır. Kəma fîmə nəhnu fîhi. Necə ki, bizim məsələmiz də elə buradadır. Deyirik ki, su ilə süd qarışıqdır. Fəla yətərəddəd əhədun fil butlan. Onda bu alverin batilliyində bir dənə də alim olsun, tərəddüd eləməyibdir. Hamı yekdil şəkildə deyiblər ki, bu alver batildir. Və əmmə vəcə təşbihi məsələtil iqtida fizzikra. Amma məhəqqiq-i kərəki qabaqda oxuduq. Məhəqqiq-i kərəki bu məsələni oxşatdı şəhidin zikra kitabında söylədiyi iqtida məsələsinə. Yəni şəhid də necə zikra kitabında demişdi, əgər bir nəfər iqtida eləsə peş namaza və niyyəti bu ola ki, bu zeyddir, sonra məlum ola ki, bu əmrdir. Necə orada alimlər tərəddüddədirlər, bizim manəhnu feyhimiz də onun kimidir. Mərhum şeyx buyurur ki, məhəqqiq-i kərəkinin bu oxşatmağı nəyə görədir? Deyir, orada da işarə ilə vəsf burada taarruz eləyir. Düzdür, orada niyyətdə icmal yoxdur. Niyyətdə heç bir icmal yoxdur. Çünki
niyyət ki, bu şəxs ki, iqtida edir, deyir, mən iqtida eləyirəm. İqtida eləyirəm bu imama. Burada heç bir ixtilaf, heç bir belə tərəddüd yoxdur. Məsələ bundadır ki, tutalım, Zeyd olsa adil olar, onun nəzərində əmr olsa adil olmaz. Bu niyyətdən sonra şəxs tərəddüdə düşür. Yəni, niyyət zamanında heç bir tərəddüdü yoxdur. Niyyət zamanı budur ki, mən iqtida eləyirəm. Bu imama iqtida eləyirəm. Niyyət eləyəndən sonra tərəddüddədir. Fikirləşir, görə bu Zeyddir, o adil olan Zeyddir, yoxsa adil olan Zeyd deyildi və niyyətimdə mən necə elədim? O niyyətdən sonra tərəddüdə düşür. Niyyətin özündə heç bir tərəddüd yoxdur. Çünki niyyətdən sonra tərəddüdə düşür, iki vəch orada olur. Ona görə də Məhəqqiq Kərəci bu məsələni ma nəhnu fihidə olan məsələyə oxşatdı. Və amma vəch təşbihi məsələtul iqtida fiz zikra bi taaruzil işarə vəl vəsf kəvil kəlam. O kəlamda işarə ilə vəsf burada taarruz eləyir. Mədəmil icmal fin niyyə, niyyətdə heç bir icmal yoxdur. Niyyətdə bu şəxs iqtida eləyir. Fəbi etibarı uruzil eştiba lil navi, o məsələnin oxşarlığı fəqət buradadır ki, bu etibarla oxşatdır ki, uruzul eştiba lil navi, o niyyət eləyənə iştibah ariz olur. Bədə zalikə fîmə nəvahu, o niyyət eləyəndən sonra düşür şəkkə. Görən bu niyyət elədiyim, iqtida elədiyim şəxs Zeyddir. O Zeydi ki, nəzərimdə adildir. Yoxsa bu əmrdir ki, nəzərimdə fasiqdir. Çünki burada bu iştibah buna gəlir. Bu cəhətdən oxşarı var bizim manəhnu fihimizdə ki, o süd ilə suyun satmağına. Bəs Məhəqqiq Kərəki bu cəhətdən ona oxşatdı. Nəinki niyyət baxımından. Niyyət baxımından heç bir iştibah, heç bir tərəddüd yoxdur. Elhamdülillahi Rabbil aləmin.